Mən həmişə dondurma hazırlayanda rəhmətli babam yadıma düşür. Çünki babam Masallıda ən məşhur dondurma ustası idi. Mən uşaqlıqda ona həssətlə baxardım. Çox gözləyərdi ki, marojna hazır olandan sonra biz o marojnanın dadına baxacağıq. O zamanlar sadəcə maraqlı gəlirdi, amma indi başa düşürəm ki, əslində bir sənəti öyrənilmişəm. İllər keçir, bəzi dadlar, xatirələr, insanlar yaddaşdan silinirlər. Bu dondurmanı hazırlayarkən yenə də köhnə illərə qayıdıram. Babamın öyrətdiyi səliqə, zəhmət və sevgi bu işin ən vacib hissəsiymiş. Dondurmamız buzluqda 8 saat qaldıqdan sonra artıq hazırdır. Xatirələrlə hazırladığım dondurmanı siz də hazırlayıb dadına baxın.